Salam, 2026-cı ilin ulduzlar aləmində bizə nələr hazırladığını öyrənməyə hazırsınız? Biz fərqli astroloji proqnozları sizin üçün bir araya gətirdik. Gəlin, heç vaxt itirmədən birlikdə baxaq görək bu il sizin üçün nə vəd edir. Hə, əsas sual elə budur. 2026-cı il sizin üçün nə vəd edir? Uğur, sevgi, yoxsa bəlkə də karyerada böyük bir sıçrayış? Hansı bürclərin üzünə talih güləcək? Gəlin bütün bu sualların cavabını birlikdə axtaraq. Elə isə başladıq. Yaxşı, ilk olaraq gəlin ən maraqlı suala cavab axtaraq. 2026-cı ilin ən şanslı bürcləri hansılar olacaq? Bilirsiniz, o böyük şans və uğur planeti Yupiter var ha. Görəsən bu il kimlərə gülümsəyəcək? Gəlin öyrənək. Baxın, Yupiteri bir növ ulduzlar aləminin Santa Claus'u kimi təsəvvür edə bilərsiniz. O hara gedirsə, özü ilə bolluk, şans və yepyeni fürsətlər gətirir. Deməli, bu il Yupiterin kimin qapısını döyəcəyini öyrənməklə ilin ən şanslarında tapmış olacaq. Və budur, ilin ən böyük sirri açılır. Deməli, 2026-cı ildə şans iki bürc arasında bölünəcək. İyun ayına qədər Yupiter xərçəng bürcündə olacaq, yəni xərçənglər, bolluq və bərəkət sizinlədir. Amma iyundan sonra, diqqət, səhnəyə şirlər çıxır. Əziz şirlər, ilin ikinci yarısında bütün gözlər sizin üzərinizdə olacaq. Hazır olun. Yaxşı, şansdan danışdıq, indi isə gələk daha ciddi məsələlərə, yəni iş həyatına. 2026-cı il deməli bir çoxları üçün peşəkar həyatda əsl dönüş nöqtəsi olacaq. Ulduzlar bəzi bürclərə yeni iş, yüksək vəzifə, hətta maddi sabitlik vəd edir. Görəsən, bu şanslı bürclər kimlərdir? Bəli, düz oxudunuz. Astroloji mənbələrdən birində rastlaşdığımız bu başlıq məncə hər şeyi deyir. Əgər uzun müddətli iş axtarırsınızsa ya da karyeranızda bir durğunluq hiss edirsinizsə, bu il sizin üçün əsl şad xəbərlər gətirə bilər. Ulduzlar bəziləriniz üçün taleyin gözlənilməz hədiyyələrini hazırlayır. Gəlin görək siyahımızda kimlər var. Boğalar, o səbrinizin sonu səlamətdir. Zəhmətinizin bəhrəsini görmə zamanı gəlib çatdı. Qızlar, sizin o detallara olan diqqətiniz var ha. Bax o, nihayət ki sizi yüksək maaşlı bir vəzifəyə daşıyacaq. Oğlaqlar, liderlik kostyumunuzu geyinin, çünki nüfuzlu mövqelər sizi gözləyir. Əkizlər, yaradıcılığınız coşacaq, xüsusilə də media və texnologiya kimi sahələrdə. Və balıqlar, siz sadəcə hazır olun, çünki iş həyatınızda bir möcüzə baş vermək üzrədir. İndi yəqin ki, bəziləriniz fikirləşirsiniz ki, yaxşı, bəs mənim bürcümün adı çəkilmədi. Heç narahat olmayın. Astroloqlar deyir ki, 2026-cı ildə hər bir bürcün kainat tərəfindən xüsusi dəstək görəcəyi bir qızıl ayı var. Gəlin sizin üçün ən uğurlu zamanın nə vaxt olduğunu öyrənək. Bax, bu cədvəl bəlkə də ilin ən vacib məlumatıdır. İstəsəniz, ekranı dayandırıb öz bürcünüzü və ən uğurlu ayınızı tapa bilərsiniz. Məsələn, dolçalar, ilin açılışını siz edirsiniz. Yanvar tam sizin ayınızdır. Qoçlar və balıqlar iyun ayında sevgi və yaradıcılıq qapınızı döyəcək. Tərəzilər, avqustda karyera nərdivanlarını sürətlə qalxmağa hazır olun. Məsləhətim budur ki, bu ayları təqviminizdə indidən işarələyin. Çünki kainat həmin vaxt sizə hərəkət et deyəcək. Hər bürcün özünə məxsus bir hekayəsi olacaq, amma gəlin etiraf edək, 2026-cı ilin əsas qəhrəmanı şübhəsiz ki, qoçlardır. Bu il onlar üçün sadəcə növbəti bir il deyil, sanki həyatlarında yepyeni bir kitabın ilk səhifəsidir. Gəlin bu tarixi dönüşün səbəblərinə biraz daha yaxından baxaq. Bu tarixlər qoçlar üçün həyati əhəmiyyət daşıyır. Bunlar sadəcə rəqəmlər deyil. Fevralın 14-də ciddi və məsuliyyətli planet Saturn sizin bürcünüzə daxil olur və deyir ki, artıq böyümək vaxtıdır. Cəmi bir neçə gün sonra, fevralın 20-sində baş verən Saturn və Neptunun qovuşması isə şəxsi tarixinizdə bir səhifəni bağlayıb tamamilə yenisini açır. İyunun 30-unda Yupiterin keçidi ilə sevgi və yaradıcılıq qapılarınız taybatay açılır və avqustdakı günəş tutulması, o isə sevgi həyatınızda tamamilə yeni, daha ehtiraslı bir mərhələnin başlanğıcını qoyur. Və bütün bu hadisələrin qoçlara verdiyi mesaj çox aydındır. Sükan artıq sizin əlinizdədir. Saturnun təsiri ilə siz artıq həyat gəminizin sərnişini deyilsiniz, kapitanısınız. Bəli, bu böyük məsuliyyətdir, amma eyni zamanda xəyallarınızı reallığa çevirmək üçün inanılmaz bir gücdür. Yaxşı, bürcləri bir-bir təhlil etdik. Bəs böyük mənzərə nə deyir? Ümumilikdə 2026-cı ilin bizə demək istədiyi nədir? Bürcünüzdən asılı olmayaraq, ulduzların hamımız üçün ortaq bir mesajı var. Gəlin indi də bu ilin ruhunu anlamağa çalışaq. Beləliklə, yekun olaraq deyə bilərik ki, 2026-cı il hamımız üçün bir dəyişiklik ilidir. Bəziləri üçün bu karyerada olacaq, bəziləri üçün sevgidə, bəziləri üçün isə daxili dünyalarında baş verəcək. Amma ən vacibi odur ki, bu dəyişikliklərdən qorxmaq lazım deyil. Əksinə, hər bir dəyişiklik özü ilə birlikdə böyük fürsətlər və şəxsi böyümə imkanları gətirir.
Unutmayın ki, ulduzlar bizə sadəcə xəritəni verir, yolu göstərir, amma o yolda addımlamaq, o fürsətlərdən yapışmaq bizim öz əlimizdədir. Odur ki, özünüzdən soruşun, mən 2026-cı ilin gətirdiyi dəyişiklikləri qəbul etməyə və bu yolla getməyə hazırammı? Əgər cavabınız hədirsə, sizi inanın möhtəşəm bir il gözləyir.